Bismillahirrahmanirrahim. Esselamu aleykum və rəhmətullahi və bərəkətuh. Allahın izni, köməyi ilə bu dərsimizdə qaf hərfinin adi qələmlə yazılışını öyrənməyə çalışarıq. Fə hərfini öyrənən zaman qeyd etmişdik ki, fə hərfi, qaf hərfi və vav hərfləri ərəb rəqəmlərindən olan 3 rəqəminin sanki yuxarı hissəsinə bənzəyir, yəni bu hissəsi. Və fə və qaf hərfləri tez-tez səhv yazılışlarına rast gəlirik. Buna görə inşallah bu dərsimizdə həm də fə hərfini eynən yazarıq ki, müqayisə edək və səhvimizi inşallah başa düşək, əgər səhv yazanlar varsa. Deməli, xatırlasaq, fə hərfini yazan zaman bu əsas xəttimizdən biraz yuxarısından yazırdıq. Yəni, təxminən bu hissədən götürürdük, bu cür. Və bu hissəsi biraz az çıxırdı üz aşağı. Amma qaf hərfi bundan fərqli olaraq bu əsas xəttimizə daha yaxın bir yerdən yazılış başlanılır və bu hissəsi biraz daha üzü aşağı çox çıxır. Deməli, sonra bu hissə bə, tə, tə hərfləri kimi yazılır, tamamlanır. Nöqtəni qoyuruq, olur fə hərfi. Qaf hərfi isə, baxın, bu cür tamamlanır, 2 nöqtə olur qaf hərfi. Bunu nəyə görə bu cür yazdıq? Baxın, inşallah indi özünüz də görərsiniz ki, nə qədər səhvlər olur və biz rast gəlirik. Deməli, eynən fə hərfi kimi yazılır. Eynən fə hərfi kimi yazılır. Amma 2 nöqtə qoyulur. Olur sanki qaf hərfi. Amma bu səhvdir. Çalışaq bu səhvdən qorunar. Və yaxud eynən qaf hərfi kimi yazılır. 1 nöqtə qoyulur ki, sanki bu da fə hərfidir. Bu da səhv yazılışdır. Bundan da qorunar inşallah. Bəs bunu necə daha da asan bir formada başa düşə bilərik? İnşallah yazaq. Baxın, biz bə, tə, tə hərflərində öyrənmişdik ki, bu cür yazılır. Və fə hərfini də öyrənəndə öyrənmişdik ki, bə, tə, tə hərfləri sanki fə hərfinin aşağı hissəsidir. İnşallah indi yazarıq. Qaf hərfi isə sanki nun hərfinin aşağı hissəsidir. Tam eynisi ilə. Baxın, əvvəla burada nə qədər fərqlər var. Nə qədər fərq var. Fə hərfi buradan bu cür dərsində demişdik, edirik. Nöqtəni qoyuruq, olur fə hərfi. Qaf hərfi isə də eynən 2 nöqtəni qoyuruq, olur qaf hərfi. İndi özünüz baxın, nə qədər bu hərflərin düzgün yazılışlarında fərqlər var. Amma Allah eləməsin ki, çalışaq bu cür səhvlər etməyək. Yəni, bu cür yazılışlardan inşallah istifadə edək ki, yazılışımız düzgün olsun. İndi isə qaf hərfinin əvvəldə, ortada və sonda yazılışına diqqət yetirək. Qaf hərfi əvvəldə eynən fə hərfi kimi sanki yazılıb. Deməli, iki nöqtə yuxarıda qaf hərfinin əvvəldə yazılışına nümunə göstərək inşallah. Tez-tez istifadə etdiyimiz qalə. Baxın, yenə bayaq dediyimiz kimi bu cür çalışırıq, yavaş-yavaş yazaq. Ləm hərfini də inşallah öz dərsində öyrənərik. Az qalıb, inşallah onu da öyrənərik. Qalə. Məsələn. Sonra qaləm yazaq. Qaləm. Qələmun. Məsələn. Sonra ortada yazılışına diqqət yetirək fə hərfinin. Burada bir məsələni də qeyd edək. Qaf hərfini əvvəldə
çalışaq bu cür səhvlər yazmayaq ki, məsələn, bəzi vaxtlarda yazılır bu cür. Düz çalışaq olmasın. Sonra məsələn, daha böyük bir formada bu cür olmasın. Bunlardan inşallah qorunaq. F hərfinin ortada yazılışı. F hərfinin ortada yazılışı bildiyimiz kimi özündən əvvəlki hərfə birləşməsi üçün bu cür bir xətt lazımdır. Bu cür 2 nöqtə olur. Qaf hərfinin ortada yazılışı. Buna da nümunə yazar inşallah. Burada da nəyi qorumalıyıq əsas inşallah. Baxın, çalışaq. Məsələn, bu cür yazılıb, bu cür olmasın. Çünki burada baxın, əsas diqqət yetirəcək məsələmiz ki, bu ara boşluğu qalsın. Yəni, bu cür sanki bir düz xətt kimi olmasın. Ortada yazılışlarına bir nümunə göstərək inşallah. Məsələ fəqir. Fəqir. F hərfi əvvəldə öyrənmişik, bu cür yazılır. Qaf hərfi indi öyrəndik. Eynən F hərfi kimi fəqir. Və yaxud bir kəlmə yazarıq ki, həm F, həm qaf hərfi işlədilər. Məsələn, yazırıq. Ortada yazılır. Əgər F hərfi olsa səfər, qaf hərfi olsa səqar. Səqar da cəhənnəmin adlarından biridir. Allah sizləri, bizləri oradan uzaq etsin inşallah. Qaf hərfinin sonda yazılışına diqqət yetirək. Sonda yazılır. Deməli, eynən. Baxın, ortada yazılış kimi sanki başlayır. Çünki özündən əvvəlkinə birləşməlidir. Buca 2 nöqtə olur sonda yazılış. Sonda yazılışa da nümunə göstərək. Məsələ xalaqa. Xalaqa. Deməli, xalaqa. Özür inşallah. Allah hər birinizdən razı olsun. İnşallah çalışaq, çox yazaq. Yazdıqlarımızı inşallah gözəl bir şəkildə yazmağa çalışaq. Esselamu aleykum və rəhmətullahi və bərəkətuh.